Salam aleykum. Demək burada kalsium klorid disasasiya edir. Kalsium klorid disasasiya edir kalsium 2 müsbət və 2 xlor anionuna. Burada yazıb ki, kalsium kloridin disasasiya dərəcəsi 80%. 4 molun 80%-i disasasiya edir. 4 vur 80 bölü 100, yəni 3,2-si disasasiya edib. Bu zaman burada bu 3,2 disasasiya eləyəndə kalsium əmələ gəlib n mol, 1 mol, 1 mol. Buradan tapıram ki, m bərabərdir 3,2. Əgər bura 3,2 isə, onda xlorun sayı 5 vurulsun 3,2, 16-dır. Mən bunu buradan pozuram. Bu 16-dır. Bu da 3,2-dir. Artıq biz buradan tapdıq ki, n nəyə bərabərdir? 3,2. Biz bunu tapdıq. İndi bu 3,2. İndi burada xlor iyonunu görürsünüzmü? Xlor iyonu axı hər iki reaksiyadan alınır. Həm kalsium kloridin disasasiyasından, həm də natrium kloridin disasasiyasından. Ona görə burada 16 ümumən hər ikisindən alınan xlordur. Bunun rəqəmi də məlum olduğuna görə biz buradan tapa bilərik. 3,2-də neçə mol xlor anionu alınır? 6,4 alınır. Ümumən nə qədərdir? 16. 16-dan 6,4 çıxanda 16 çıx 6,4 9,6 mol xlor anionu da buna aiddir. Burada 1 yazıram. Düzdürmü? Və bu da deməli 10 moldur. Disasasiya dərəcəsində bilmirəm. Mən onu alfa faiz götürürəm. 10 vur alfa bölü 100 0,1 alfa. Bu da 1. Buradan da tapıram ki 9,6 bölünsün 0,1. Bu da 96% edəcək. Deməli buradan bizə lazım olan n 3,2 oldu. Faiz isə 96% oldu.